Salam, hər vaxtınız xeyirli olsun. Bugün sizlər üçün nənəmiz çox gözəl bir peçeni hazırlayacaq. Özü talış olsa da İtalyan mətbəxinə çox üstünlük verir. Ona görə də sizin üçün almalı, darçın aromatında kişmişli və üstündən şəkər şişanı ilə servis olunmuş çox gözəl xırçıltılı bir peçeni hazırlayacaq. Necə olmalıdır? Özündən öyrənək. Mən də sizdən. Salam, hər vaxtınız xeyirli olsun. Allah ruzunuzu həmişə bol eləsin. Bu peçeniyə gedən ərzaqlar bizə lazımdır 2 stəkan yarım un, hardasa 350 qram, 100 qram peso, 3 ədəd yumurta, 130 qram kişmiş, qabartma tozu, 1 paçka, yəni 1 çay qaşığı, 1 çay qaşığı vanil, 1 çimdik duz, 100 qram ev temperaturunda qalmış kərə yağı, 2 dənə də alma lazım olacaq. Əvvəlcə yağla yaxşı olar ki, pesoku çırpayıq. Çünki çox adam əvvəl yumurta ilə pesoku çırpır, köpük eləsin. Amma yağla çırpanda peçenlərdə daha xırtıltılı olur. Hamısı qarışandan sonra bunu saxlayırıq. Ümumiyyətlə peçenilərdə, piroqlarda çox çalmaq lazım deyil. Nə qədər çox çaldın, o qədər kökdən düşür. Tortda yaxşı olur. İndi bu una götürürük. 1 çimdik duz, vanil, qabartma tozu. Bunların hamısını qarışdırırıq. Yarısını qoyuruq, ələkdən keçirdirik. İndi mikserin xəmir yoğuranı ilə çırpırıq. Qalan unu da əlavə edirik. Yaxşı şeysən. Xəmir, belə yumuşaq xəmir alında, yəni ələ yapışan xəmirdir. Çox bərk də eləməyin, çox yumuşaqdır. Xəmir qalsın, indi almanı soyayıq, xırda-xırda doğrayaq. Aynen, belə piller almışam da səncə götür bununla təmizlə. Mən onunla soya bilmirəm, Vasif. Yenə Vasif deyir. Vasif müəllim. Vasif müəllim. Doğradığımız almanı əlavə edirik. Bir də kişmiş. Kişmişi də yumuşam gecədən. Dəsmalın üstünə sərmişəm, quruyub. Yəni qara kişmiş olar. Olar. Kim hansı kişmişi xoşlayır, qaçsın. Sən də olar ki, mən üçün qarada eləyəsən. Yavşı sabah başqa peçeni bişirəcəm, ona vuraram. Mən saban gözləyəm. Gözdə də başqa nə çıxış yolu var. Bu üstə bir içinə peçen olmaz. Alma ağdır. Biraz cəld işlədi, aynənə. Gücün qalmıydı, deyil. Sağ ol, aynənə. Bala bu da sında o qədər dedin cəlcə. Sənə 1000 dəfə demişəm, mənə demədə cəldə ol. Texniki qəzadır, canın sağ olsun, edirsən. Nəysə, çıxacağımız buna çıxsın, saxla. Hə, köynə variantlarla. Yemək qaşığı ilə işləyib, yox. Alma ilə kişmiş də qarışdı. İndi bunu götürürük bir qaşıqla. Bir qaşığın dolusu. Belə götürdük. Listin içinə bu yağlı kağızdan səririk. Bir qaşıq da belə qoyuruq listə.
belə olmalıdır, hə? Bu üstündən belə bəzəyəcək, gözəlləşdirmirsən də yox. Yox, bunu kələ-kötür qoysan, amma bəxti gözəl olsun. Sağ ol, Eynənə, yenə atletlərdən qalmırsan. Kim bunu gözəlləşdirmək istəyirsə, və əlin vurur biraz suya. Suya vurandan sonra bax görürsən, belə əlinlə belə gözəlləşdirirsən. Eləsən yumur ki, alma oradan buradan çıxmasın, içində qalsın. Bunu 180 dərəcədə qoyuruq sobanın içinə. Nə vaxta qədər nə? 25 dəqiqə qalmalıdır sobada. Aynen, bunlar nə qəşəng belə zəqar aldı. İndi mən bunları haqqız eləyəcəyim, darıxma. Bax görürsən, 6 da belə qəşəng bişdi. 9 dana buradadır, 9 dana da qoymuşam. Yəni çox sıxır, az deyil. Götürürük bir xörək qaşığı şəkər kirşanı. Bunun üstünə yarım çay qaşığı Darçın. darçın səpir. Almayla qəşəng gedir də o. Qəşəng görünür. Görünüşü də qəşəngdir, aroması da qəşəng olur. Peçenyalarımız hazır oldu. Birini də bölək sizə göstərək. Sırası dadına baxın. Xırtıltısı da oradan yerindədir. Dadı da möhtəşəmdir. Hamınızı hazırlamağa məsləhət görürəm. Bu qədər. Sağ olun, Allaha əmanət olun. İnşallah növbəti videolarımızda görüşənə qədər. Nənə, əla. Sağ ol.